Mən birinə deyəndə ki, İsa məni sağaldıbdır, buna inanmır. Amma desəm ki, dünyanın o başında bir ağac var, ged ora bir əski bağla. Həmən pul tapar, gedər ora, bir əski bağlayar, gələr ki, onun arzusu yerinə yetsin. Onun arzu istəyi icra olsun. Əziz bacılarım, qardaşlarım, biz İsa Məsihə iman eləmişik. Rəbb bizi dünyadan çıxardıb, bütlərimizdən təmizləyib, bizi azad eləyib, bizə öz sözün verib, müqəddəs ruhun verib. Düzdürmü? Amma biz yenidən qayıdıb günah ediriksə, öz başımıza bəla gətirə bilərik. Öz başımıza, bax burada yazılan ağrı, acı, zülümləri, əzabları gətirə bilərik. Rəbb bizə xəbərdarlıq eləyir ki, günah etməyək. İsa Məsih deyəndə ki, günah etmə, bu onu demək istəyirdi ki, özün kimi yaşama, öz düşündüyün kimi yaşama, Rəbb deyən kimi yaşa, Allahın qayda qanunlarında yaşa. Bəlkə bir çoxumuz günahın nə olduğunu bilmirik. Günah Allahın əmrin, qayda qanununu pozmaq deməkdir. Bax, biz pozduğumuza görə, öz istədiyimiz kimi yaşadığımıza görə üzərimizə lənət gəlir. Amma görün qanun kitabında 27-ci fəsil 26-cı ayədə Rəbb Musa vasitəsilə bizə nə deyir? Deyir, bu qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun. Xalq deyir ki, bütün xalq deyir amin. Görün biz öz ağzımızla bəzən nəyə qərar veririk ki, ya Rəbb, biz sən dediyin kimi yaşayacağıq, amma başlayırıq öz istədiyimiz kimi yaşamağa.